Bura nə deyib görmüş? Kızdayıq, Mikail Müşfiqin ev muzeyindəyik dostlarımla. Burada mənim bir xatirəm var. Deməli, illər öncə gəlmişdim mən bura avtostopla. Gecə qayıda bilməmişdim, çox qaranlıq oldu. Və orada bir çardaq var idi. Üzüm çardağı vardı həyətdə. Gecəni çardağın üzərinə çıxmışdım. Orada ocaq qaladım və bütün gecəni çardağın üzərində keçirdim. Bakıya qayıda bilməmişdim, avtostopla gəlmişdim. Bazar günü, elə bugün də bazardı. Elə bu vaxtlar olardı. Buradaydım, gecəni burada qaldım, üzüm çardağının üstündə. Maraqlı, xoş bir xatirəm olmuşdu burada. Gəldim, köhnə xatirələri təkrar xatırladım. Daha öncələr getdiyim yerlərə təkrar getmək, köhnə xatirələri canlandırmaq çox xoşuma gəlir. Maraqlı bir nostalgiya yaşadır insana. Burada oturup kebap çekmiştim. Kofe demleyip içmiştim yıllar önce. Muzeyi bağlıdır yəqin. Burada bir nəzarətçi dayı var idi. Yemeğe gidip mi yoksa ne? Bunun arka hissəsine de keçim. Buraları gezmişəm deyə yıllar önce o xatirələri tekrar canlandırmaq hoşdur. Necə də sürətli gəlir, keçir illər. Çox sürətli. Amma bu illəri bir şeylərlə dəyərləndirmək, bir şeylərin xatirəsiyle doldurmaq, illərin boşa getməməsi hissini verir insana. Hal-hazırda o hissi yaşayıram. Nə yaxşı ki, səyahətlər eləyirəm, fərqli şeylər görürəm, yaşayıram, xatirələr toplayıram. Və təkrar o xatirələri canlandıranda etdiyim şeyin nə qədər doğru olduğunu, həyatı dolğun yaşamağın nə qədər gözəl bir şey olduğunu bir daha anlayıram. O da Xızınır renkli dağları.